Salam əziz abituriyentlər, hər kəsi xoş gördük. Bu video dərsimizdə 11-ci siniflərin buraxılış imtahanında düşmüş sualları izah edəcəm. 2022-ci ildə imtahana düşmüş suallardır. Başlayaq burada birinci sualdan. Birinci sualda deyilir ki, düzgün tetraedrin tili 7 cm olarsa, bütün tillər cəmini tapın. Düzgün tetraeder bütün tilləri bərabər olan düzgün üçbucaqlı piramidaya deyilir. Buradan bir dənə tetraeder şəkli çəkək. Bu hər hansı bir tetraeder olsun. 6 dənə tili var. 3 dənə yan tili var, 3 dənə oturacaq tili. Baxın, bu 3 dənə yan til sayılır. Bu da 3 dənə oturacaq til sayılır. Bütün tilləri də 7 cm-dir. Deməli, bunlar hamısı 7 olacaq. Tillərin cəmini soruşur. 6 dənə tildir, 6-nı da 7-yə vururuq, olur 42. Cavab oldu B bəndi. İkinci sual. Sahəsi 48 cm olan düzbucaqlının eni uzunluğunun 75%-nə bərabərdirsə, bu düzbucaqlının perimetrini tapın. Bunu iki üsulla yazmaq olar. Tutaq ki, enin A götürürəm, uzunun B götürürəm. Eni uzunun 75%-dirsə, mən bunu bu şəkildə yazıram. A, B-nin yəni 75%-dirsə, yazıram %75%. Bunlar da 25-ə ixtisara gedəndə olur 4/3. A oldu 3K. Yəni, eni oldu 3K, B də oldu 4K, uzunu da 4K. Sahəsi də 48-dir. Sahəni tapmaq üçün eni uzuna vururuq. 3K-nı 4K-ya vuranda olur 12K kvadrat, bərabərdir 48-ə. K kvadrat da bərabərdir 4-ə, K da bərabərdir 2-yə. Onda bunun uzunu 4 vur 2, 8 olacaq. Eni də 6 olacaq. Perimetrini soruşur. Perimetr n ilə uzunu toplayıb 2-yə vururduq. 6 ilə 8 toplayanda 14 olur. 2-yə də vuranda olur 28. Cavab Y bəndi. Belə də yazmaq olar ikinci usul kimi. Tutaq ki, bunun uzununa x yazırıq. Yəni x qeyd edirik. Eni uzunun 75%-sə, onda x-i 75%-ə vurub 100%-ə bölürük. Buradan da 25-ə ixtisar aparanda olur 4/3x. Deməli, eni oldu 4/3x. Eni uzuna vuranda sahəsinə bərabər yazırıq. Yenə yazırıq. S bərabərdir. N ilə uzunu vuranda, yəni x-i 4/3x-ə vuranda olur 4/3x-in kvadratı. Buradan da yazırıq 4/3x kvadrat bərabərdir. Sahəsi də 48-dir. X kvadrat bərabərdir 48-i bölürük 4/3-ə. Bu da tərsinə vurulur. 3/4-ə. İxtisar getdi 16. 16-nı 4-ə vurdum 64. X kvadrat 64 ise deməli x 8'dir. Buradan da uzunun yazaq. Uzunu 8'dir. Eni də 4/3 vur 8'dir. 4/3'ü 8'ə vuranda x'lar gedir. Buradan 2, 2 3'ündə 6. Baxın, uzunu 8, eni də 6. Yenə perimetrini tapanda n ilə uzunu topluysam, vurursan 2'yə. Olur 28. Yəni 2 usulla bunu yazdım mən. Üçüncü sual. Bunu iki tərəfli kvadrata yüksəldirsən, yəni hər tərəfin kvadrata yüksəldirsən. Tangisin kvadratı olur tangis kvadrat x, sonra kotangis kvadrat x plus 2 vurulsun tangis x kotangis x. 2 vurulsun tangis x kotangis x bərabərdir 16. Bu tangis x vur kotangis x bizə 1'i verir. Hazır düsturdur. Bunda yazıram tangisin kvadratı x plus kotangisin kvadratı x bərabərdir. 2'ni də 1'ə vuranda 2 olur. Sağ tarafa da keçirdəndə 16'dan çıxırıq olur 14. Bizdən də baxın elə bunu soruşurdu. Deməli cavab oldu 14. Başqa üsulla da yazmaq olur. Dördüncü sual. Sinüs pi bölü 6. Yəni pi 180 dərəcədir. 6'ya böləndə 30 olur. Olur loqaritma 2 əsasından. Sinüs 30 dərəcənin qiyməti də 2/1'dir. Bunu da yazırıq loqaritma 2 əsasından 2/1 yazırıq 2 üstü -1. O -1 qarşıya keçir. Olur -1 vurulsun loqaritma 2 əsasından 2. 2 əsasından 2 1'dir. Bu -1'i də 1'ə vuranda olur -1. Cavab A bəndi. Düstur var loqaritma A əsasından A 1'ə bərabərdir. Burada da 2 əsasından 2 1'ə bərabərdir. 5-ci sual düsturdur. Sinüs
alfa çıx betanın toplama düsturudur. Düsturumuz da belə idi. Sinüs alfa vur kosinüs beta minus kosinüs alfa vur sinüs beta. İndi alfa beta bucaqlardır. Burada da bucaq 3x ilə x-dir. Bu açılışdır. Biz bunu yığacaq. Yazacaq sinüs 3x çıxılsın x bərabərdir kök 3 böl 2. Bu da olur sinüs 2x bərabərdir kök 3 böl 2. Düsturda belə idi. Sinüs x bərabərdir a tənliyin həlli. A da böyüdür sıfırlarsın. X bərabərdir -1 üstü k arc sinüs a üstə gəl pi k. Düsturu bilən şagird başa düşəcək. Burada indi bucaq x-dir. Burada isə bucaq 2x-dir. Onda yazırıq 2x bərabərdir -1'in üstü k arc sinüs a-nın yerində burada kök 3 böl 2'dir. Deməli buraya yazırıq kök 3 böl 2 plus pi k. Buradan da 2x bərabərdir -1'in üstü k arc sinüs kök 3 böl 2, yəni sinüs kökdə 3 böl 2'ni neçə dərəcədə alır? 60 dərəcədə. Yazırıq pi böl 3 plus pi k. Buradan da hər tərəfi 2'yə bölürük. Bunu da 2'yə bölürük, bunu da 2'yə. Çünki biz x'i tapmalıyıq. Buradan 2'lər getdi. -1'in üstü k. Pi böl 3'ü 2'yə böləndə olur pi böl 6 plus pi k bölünsün 2. K daxildir z. Deməli -1 k üstü k pi böl 6 üstə gəl pi k böl 2. Cavab oldu D bəndi 5-ci sualda. 6-cı sual. Diagonalı 4 cm olan kvadrat. Bunu da iki cür yazmaq olar. Diagonal 4 cm-dirsə, diagonal demişdik tən böləndir də 45-45'e ayırır da. Yəni bucağı yarıya bölür. Pifagor teoreminə görə demişdik ki, kvadratın tərəfləri A olanda, yəni düz bucaqlı 3 bucaqdır da bu. Hipotenuz olurdu nə? Kökdə 2a. İndi hipotenuz 4'dür. Deməli tərəflər də 2 kökdə 2 olub. Çünki 2 kökdə 2'ni kökdə 2'yə vuranda 4 edir. Kvadratın tərəfi 2 kökdə 2'dir. Yəni bunlar hamısı kökdə 2'dir. 4'ü də. 2 kökdə 2. Bunda sahasını tapanda tərəfin kvadratı olur da. Yəni 2 kökdə 2'nin kvadratı. Bu deyilir 8. Cavab oldu A bəndi 6-cı sualda. Belə bir düstur var hazır. S bərabərdir d kvadrat böl 2. Yəni diagonalın kvadratı böl 2. Diagonal da 4'dür. Onda 4'ün kvadratı böl 2. 16 böl 2 bərabər 8. Bir usul, bu da 2 usul. Kompleks ədədin modulunu tapın. Kompleks ədəd z bərabərdir a plus b-i şəklində olurdu. Modul z bərabərdir həqiqi hissənin əmsalının kvadratı plus xəyali hissənin əmsalının kvadratı. Düstur belə idi. İndi burada həqiqi hissənin əmsalı budur. Yəni 17'də 5. Xəyali hissənin əmsalı 17'də 8'dir. Yazırıq modulda z bərabərdir kök altında. 17'də 15'in kvadratı 289'da 225 olur. Plus 17'də 8'in də kvadratı 289'da 64 olur. Bunda toplayanda 289'da 289 elir. Bu da kökdə 1. Kökdə 1'dən də 1 çıxır. Cavab oldu D bəndi. 8-ci sual. Bu törəmə sualıdır. Əvvəllər törəmə buraxılışa düşürdü, indi düşmür. Amma mən izahını verəcəm. Blok imtahanına düşür törəmə. Fx bərabərdir. Əvvəlcə vuraq, açaq, sadələşdirək. Baxın, bu x'i vuracam x'ə, olacaq x'in kvadratı. Sonra bu x'i -2'yə vuracam, -2x. Sonra bu 3x'ə vuracam, plus 3x. Sonra bu 3'ü -2'yə vuracam, -6. Buradan da x kvadrat. Bunları hesablayanda olur plus x çıx 6. Törəməsini tapaq. F törəmə x bərabərdir. Törəməni tapanda, yəni buradan x kvadrat plus x çıx 6 idi. Yazırıq x kvadrat plus x çıx 6. Bunun törəməsini tapırıq. X kvadratın törəməsi 2x'dir. X'in də törəməsi 1'dir. Sabitin törəməsi də 0 olur. Deməli, törəmədə x'in yerinə 2 yazmalıyıq. Burada iştirik qoyub, yəni törəmə deməkdir bu iştirik. Yazırıq f iştirik, yəni f törəmə 2 bərabərdir. 2'ni vururam 2'yə plus 1 olur 5. Cavab B bəndi. 9-cu sual vurub açacaq ifadəni sadələşdirəcəyim. X'i x'ə vurdum, x'in kvadratı. X'i 8'ə vurdum, plus 8x. -4x'ə vurdum, -4x.
Mənfi 4-ü də 8-ə vuranda mənfi 32 çıx. Bu da müxtəsərdir. X-in kvadratı bu mənfi təsir eləyəcək. Olacaq mənfi x kvadrat. 2 vur x vur 2. Müsbət 4x eləyir. Mənfi təsir eləyəndə mənfi 4x olur. 2-nin kvadratı 4, mənfi də təsir eləyir. Mənfi 4. X kvadratla mənfi x kvadrat islah olundu. Bu mənfi 4x-dir. Bu da mənfi 4x olur. Mənfi 8x. Bu da müsbət 8x-dən islah olunur. Mənfi 32, bu da çıx 4. Eləyir mənfi 36. Cavab oldu C bəndi. Ədədin standart şəkli. Əvvəlcə bunu qeyd edelim. R bərabərdir. A vurulsun 10 üstü n. A qiymətli hissə idi. 1 ilə 10 arasında olmalıdır. N də tərtib idi, tam ədədi idi. İndi bizdən soruşur ki, AB hasilinin tərtibini tapın. AB hasilini tapmaq üçün, yəni A-nı B-yə vurmalıyıq. Onda bunun qiymətli hissəsini bunun qiymətli hissəsinə vuracaq. Üç onda 2-ni 5-ə vuranda olur 16. Vur. 10 üstü 9'u 10 üstü mənfi 7'ye vuranda üstlər toplananda olur 9 çıx 7, bu da 2. Biz dedik ki, bu qiymətli hissə, yəni 16. 1 ilə 10 arasında düşməlidir. Onda mən bunu 10 dəfə kiçildəndə bu 1 onda 6 olur. Bu da 1 vahid böyüyərək 10 dəfə böyüyür deməkdir. Bir dənə 0 artır, yəni onun üstü kub olur. Qiymətli hissə 1 onda 6'dır, tərtib də 3'dür. Bizdən də tərtibi soruşurdu. Cavab oldu D bəndi. 11-ci sual. Bir dənə müstəvi çəkirik. Müstəvidən 16 cm məsafədə, bu da 16 cm olsun, olan məsafədə bu nöqtədir. Buradan müstəviyə 16 cm məsafə çəkilib. Bu müstəviyə uzunluğu 32 cm olan mail. Maili də buradan çəkək, bunu da birləşdirək. Bunu lap biraz qısa çəkək. Müstəviyə aid olmayan nöqtədən müstəviyə məsafə çəkdim. Buradan da mail çəkdim. Düzbucaqlı üçbucaq. Məsafəni 16 verib, maili də 32 verib. Deməli, bu bucaq 30 dərəcə olmalı. Çünki 30 dərəcəli bucaq qarşıdakı kat hipotenuzun yarısıdır. Buna da deyirlər, mail ilə müstəvi arasındakı bucaq. Bizdən də elə onu soruşurdu. Cavab oldu A bəndi. A hərfi Qarabağ sözünün hansı hissəsini təşkil edir? Neçə dənə hərf var burada? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə, 3 dənəsi adı. 1, 2, 3. Oldu 7-də 3. Çox sadə sualdır. D bəndi. Apsis oxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucaq əmələ gətirən və A3-2 nöqtəsindən keçən düz xəttin tənliyini yazın. Düz xəttin tənliyi y bərabərdir kx üstəgəl 5 şəklindədir. K bucaq əmsalıdır. Tangens alfaya bərabərdir. Həmin alfanı da burada verib 135 dərəcə. Yazırıq 135 dərəcə. Tangens alfanı hazır, yəni bunun qiymətini əzbər bilə də bilərsiniz, yadda saxlaya bilərsiniz. Mənfi 1'dir. Yəni tangens 135 dərəcə mənfi 1'dir. Nəyə görə? Çevirmə düsturu tətbiq edirəm. 90 dərəcə plus 45 dərəcə yazıram. O da bərabər tangens 90'da çevrilir kotangensə. Burada da dərəcə 45'dir. Rübə baxırıq. Burası 0 dərəcədir, bu da 90 dərəcə, burada 180 dərəcə. Tangens 135 dərəcə 90'dan çoxdur, 180'dan azdır. Yəni ikinci rübdədir işarəsi də mənfidir. Bunun qarşısına mənfi qoyuruq. Kotangens 45'in qiyməti 1'dir, o da mənfi 1. Yəni hazır yadda da saxlaya bilərsiniz. Tangens 135 dərəcənin qiyməti mənfi 1'dir. Deməli K ədədi oldu mənfi 1. Yəni bucaq əmsalı mənfi 1. İndi bunu yazırıq. Y bərabərdir. Elə burada birbaşa qiymətin qoyaq da yerinə. Buranı silirəm. Burada da veribdir qiyməti. X-in qiyməti 3'dür, Y-in qiyməti 2. Burada Y-in yerinə gətirib 2 yazıram, bərabərdir. K mənfi 1 idi. Mənfi 1'i vururam, X-in qiyməti 3'ə plus B. Biz B-ni tapacaq. Buradan da 2 bərabərdir, mənfi 3 üstəgəl B. B də bərabərdir 5. İndi düsturu təzdən yazırıq. Y bərabərdir KX üstəgəl B deyildi. K-nı artıq tapmışdım da mənfi 1. Bunda bu mənfi 1 vur X olacaq elə mənfi X plus B. B-nin də qiyməti 5'dir. Baxın, bu düz xəttin tənliyidir. Cavab Y bəndi. 13-cü sualda. 14. Bölümü olanda çıxma olurdu. Yazırdıq. Loqaritma A əsasından X çıxılsın loqaritma A əsasından Y. Bu da
Elə istəsiz buradan yazaq. Loqaritma A əsasından x böl y olurdu. Bu düstur idi. İndi burada da loqaritma x əsasından y çıxılsın. Loqaritma x əsasından x. Bu bölmədir, kəsr xəttidir. Bölmə olanda çıxma olur. Ya bu çıxmanı bölməyə gətirirlər, ya da bu bölməni parçalayıb çıxmaya gətirirlər. Bərabərdir 5-ə. Bu düsturdur. Loqaritma A əsasından A 1-ə bərabərdir. Buradan yazaq. Loqaritma A x əsasından x. A əsasından A, x əsasından x fərqi yoxdur, 1-dir. Yəni buranın qiyməti 1-dir. Onda yazıram loqaritma x əsasından y. Bu 1-i mənfi 1-dir. Sağa keçirdəmdə 5 ilə toplanır, o 6. Elə həmin şeyi soruşur. Loqaritma x əsasından y 6. 15. Bunlar sıfıra bərabər olanda bu mənfi 7 olur. Bu da mənfi 5 olur. Yadda saxlayın. Burada məxrəci almayacaq. Yəni kiçik bərabər olanda məxrəc 7, mənfi 7-ni ala bilməz. Çünki mənfi 7 isə 7 olar 0, məxrəc 0-a düşəndə ifadənin mənası olmur. Biz burada bərabərsizliyi həll edirik. Həll etmək o demək ki, x-in mənalı qiymətlərini tapmaq. Yəni ifadənin mənası olmalıdır x-in həmin qiymətlərində. Ona görə kiçik bərabər olanda məxrəcdəki ifadə boş götürülür, sürət amma daxildir. İndi bu mənfi 5 daxildir, yəni mənfi 5 nöqtədə nöqtənin özünü alır. X mənfi 5 alır, amma mənfi 7-ni almır. Bu da bu şəkildir, plus, minus, plus. Bunu çevirib hətta bu belə də yaza bilərsiniz. Yəni bu nisbətdir, bölmədir də, nisbətdir. Bu da hasildir. İkisinin də növbələşməsi eynidir, müsbət, mənfi, müsbət. Kiçik bərabər olduğu üçün mənfi hissə iştiriklənir. Cavab oldu, mənfi 7-ni almadı, mənfi 5-i aldı, yəni daxil oldu. Deyir, bərabərsinin ən böyük tam 50, elə cavab mənfi 5-dir. 16. Çoxluqların kəsişməsidir bu. Ortaq elementləri götürürəm. 37, 37, 47, 47. 2 dənə element var. Cavab oldu ki, n say bildirir. Yəni deyir ki, kəsişməsinin elementin sayını tap. 17. Həndəsi sislədir. Bu B1-dir. Buradan yazaq. B1 0,5-dir. B2 1-dir. Bu da sislərin vuruğu 2. Günü tapanda B2-ni B1-ə bölürdük. Bərabərdir. Buradan yazaq. B2 1-dir. B1 də 0,5-dir. 1-i 0,5-ə böləndə nə olur? 10 böl 5 deməkdir. Olur neçə? 2. Deməli, 2 tapıldı 2. B8. B8-in düsturu da belə idi. B1 vurulsun 200-dir. Bir dənə çıxırdın 8-dən, olurdu 7. O da bərabərdir. B1 0,5-dir. Onu mən adi kəsir şəklində yazıram. 2-də 1. 2-də 2 idi. Üzərində də 7. İxtisar gedir. 7 dənədən bir dənə 2 gedir də. Biri 6 qalır. Yəni böləndə üstlər çıxılır da. 2 üstü 6. Bu da olur 64. 18. Tənlin kökü deyəndə x-in qiymətidir. Burada x-in yerinə 1 yazacağam. Burada da x-in yerinə 1 yazacağım. 1-in kvadratı elə 1 eləyir, 3-ə də vuranda 3 olur, çıxılsın. 1-i də a-ya vuranda elə çıx a bərabərdir 0. Buradan da a bərabərdir 3. Çox sadə sualdır. 18. 19. Şəklin üzərində qeyd edəcəm. AB BC bərabərdir. AB BC bərabərsə, deməli bu bərabər yanlıdır. Yəni AB bərabərdir BC-yə. Bu da perpendikulyardır. Burada 90-dır. Bu iştirəki mən buradan silirəm də sualda görsəniz də bərabər olduğu. Perpendikulyardır. 90 kəsib. B-mi 14 verib. Bura 14-dür. MC-ni 2 verib. Bərabər yanlı olduğu üçün bura baxın BC 16-dırsa, onda AB də 16 olmalıdır. Çünki burada demişdim. Qeyd etdim burada. MC də 2-dir. Burada 2-dir. AC buranı tapır. Pifagordan istifadə edirəm. A, B, M. Düzbucaqlı, üçbucaqlı da. Baxın, bu katetdir. AM katetdir. Bu da katetdir, hipotenuz. Bura bir A hərfi qoyaq. Onda yazaq katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. Yəni A-nın kvadratı plus 14-ün kvadratı 196 bərabərdir. 16-nın da kvadratı 256. A kvadrat bərabərdir. 256-dan 196 çıxanda neçə olur? 60 olur. 60 bundan da kök alanda olur kökdə 60. Deməli, bu A kökdə 60 oldu. AM kökdə 60 oldu.
Təzədən bu tərəfdə onsuz da 90-dır. AMC bu da bir düzbucaqlı uçsaqdır. Baxın, AM katetdir, MC də katetdir, AC hipotenuz. AC-ni tap burada x qoydum. Bunda yazıram. Katetlərin kvadratları cəmi. Yəni kök 60-ın kvadratı ilə 60 olur. Plus 2-nin kvadratı 4 olur. Bərabərdir x kvadrat. X kvadrat bərabərdir 64. Bu da elədir 8. Cavab oldu 8. A burada 3K'dır. B də 4K'dır. Buradan yazaq A 3K. B də 4K. Əkob 3K ilə 4K. Bax, bura 12K verəcək bizə. Yəni 3K ilə 4K'nın əkobu 12K'dır. Çıx. Əbobu isə K'dır. Yəni A ilə B-nin yerinə 3K, 4K yazırıq da. Əbobu da K'dır. Çünki 3K ilə 4K'nın ortağı K'lardır. Ortaq olmayanları 3-dən 4. Biz də demişik, əbob tapanda ortaq qrupları götürür. Ona görə 3K ilə 4K'nın əbobu K oldu. Bərabərdir 88. 11K bərabərdir 88-ə. K da bərabərdir 8-ə. K 3K idi. 3-ü 8-ə vuracam. B də 4K idi. 4-ü 8-ə vuracam. Bu oldu 24. Bu da oldu 32. A ilə B-nin cəmini soruşur. A 24 oldu. B neçədir? 32. Toplayanda neçə edir? 56. 20-ci sual. Katetləri 4 cm olan bərabər yanlı düzbucaqlı üçbucaq. Bir dənə düzbucaqlı üçbucaq çəkək. Katetlər bərabərdir. Bu katet 4-dürsə, bu da 4-dür. Pifagora görə hipotenuz katetin nəyi olurdu? Kökdə 2 misli. Yəni 4 kök 2. Düzbucaqlı üçbucağın bir katet ətrafında fırlanması. Fərqi yoxdur. İstəyir bu katet ətrafında fırlansın, ya bu katet. İndi mən bu kateti nəzərdə tutdum. Fırlanma oxuna həmişə simmetrik, müstəvi keçirilir. Yəni, bu katet ətrafında fırlanmır. Bunu fırlanma oxu qeyd etdim. Deməli, bu düzbucaqlı üçbucaq katet ətrafında fırlanmadan alınan cisim konus olacaq. Elə bil təkrar bir dənə də bura, həmin o fiqurdan çəkin. Katetlər 4-4-dür. Doğran da oldu. Hələ ki hipotenuzdur bu. 4 kökdə 2. Yəni, bu ox ətrafında fırlanırsa, fırlanma oxuna paralel müstəvi keçirilir. O, həmin müstəvi dairədir. Yəni, çevrədir. Çevrənin də içərisi dolu olanda olur sahədə, yəni dairənin sahəsi. Deməli, düzbucaqlı üçbucaq katet ətrafında fırlananda fırlanmadan alınan cisim konus olur. Bunu yadınızda saxlayın. Bu konusun hündürlüyü h 4-ə bərabərdir. Bu konusun doğranıdır. Bu da L. Fərqi yoxdur, elə 4 kök 2-dir. Bu da konusun radiusudur. Yəni, radius 4-dür. Fırlanmasından alınan fiqurun səthinin sahəsi. Fiqurun səthinin sahəsi, yəni konusun yan səthinin sahəsi. Düstur belə idi. S yan bərabərdir pi r l. Pini axırda yazacağım. R radiusdur, 4-dür. Bunlar da vurmadır da, bilirsiniz. L doğrandır. 4 kök 2-dir. Bu da pi. Bu da olur 16 kökdə 2 pi. 16 kökdə 2 pi oldu cavab. Cədvəldə xarici dil fənlərindən hazırlaşan şagirdlərin sayı verilib. Tədbir üçün 2 şagird seçilir. Yəni 2 dənə şagird seçiləcək. Bunu yadda saxlayın. Seçilən şagirdlərdən birinin fransız dilinə hazırlaşan qız, digərinin isə alman dilinə hazırlaşan oğlan olması hadisəsinin ehtimalını tapın. Ehtimalın düsturu belə idi. P bərabərdir M böl N. M mümkün halların sayıdır. Mümkün halların sayıdır. Deməli, cədvəldəki şagirdlərin sayını tapacağım. 13, 22. Toplayanda burada neçə elir? 35. Bunları toplayanda 22. Bunları toplayanda 8. Ümumi cədvəldəki şagirdlərin sayını tapaq. 35 ilə 22 neçə elədi? 57, o da 8, 65. Deməli, 65 nəfərdən 2 nəfər seçilir. Bu, o deməkdir ki, kombinizon 65-dən 2-yə. Yəni, 65 elementdən 2 elementli az-çoxluqlar yaratmaq deməkdir. Əlverişli halların sayına baxaq. Seçilən şagirdin birinin fransız dilində hazırlaşan qız. Fransız dilində hazırlaşan qız 13 nəfərdir. 1 nəfər seçilir. Bu da kombinizon 13-dən 1-ə deməkdir. Vurma prinsipi olacaq burada. Digər isə alman dilində hazırlaşan oğlan. Alman dilində hazırlaşan oğlan 16 nəfərdir.
Bu da 16'dan 1'ə. Onsuz da 13'dən 1'ə 13'dür. 16'dan 1'ə də 16'dır. Oldu 13. Bu da 16. Kombinizon düsturu da belə idi. Kombinizon n-dən k-ya bərabərdir. M faktorial bölünsün m minus k faktorial vurulsun k faktorial. İndi burada 65 n-dir. K da 2'dir. Yazacağım 65 faktorial bölünsün. 65 çıxılsın 2 faktorial vurulsun 2 faktorial. Yox, buradandır. Kəsir buradadır. Bu məxrəcdir. Kəsir buradaydı. Bərabərdir. Buradan yazaq. 13 vurulsun 16. Bu 65 faktorialı yazıram. 63 faktorial vur 64 vur 65. 65'ten 2 çıxdım. Oldu 63 faktorial. Bunlar ixtisar getdi. 2 faktorialımız da 2'dir. 64'ü də 2'ye böləndə 32. Deməli məxrəc nə oldu? 32 vur 65. Sürət də 13 vur 16. Bu 16 32 ilə 2 ixtisar getdi. 1 elədi. 13 də 65'ə 5 dəfə, bu da 1. Sürət 1 vur 1 elədi də 1 elədi bu elə. Sürəti 1'i 1'ə vurursan da. 2'ni də 5'ə vuranda 10. İndi açıq sualdırsa 0,1 olacaq. 23. Kvadratik funksiya verib əmsalları soruşur. Grafikdən biz c-ni tapacaq. Yəni bu qrafikə baxan kimi biz demişdik ki, qrafik y oxunu harda kəsir? Bax burada kəsir. Bu c-nin qiymətidir. Nəyə görə c-nin qiymətidir? Biz demişdik ki, grafikin ordinat oxunu kəsdiyi nöqtə bu ordinat oxudur. Kəsdiyi nöqtədə x0 olur. x0'dırsa bax 0'ı kvadratı vurdum aya 0. Burada da vurdum 0. Nə oldu? Y c-yə bərabər oldu da, düzdür? Y c-yə bərabərdir. Y-in qiyməti burada -3'dür də. -3 bərabər c-yə. Ona görə bundan sonra şifahi grafikin ordinat oxunu harda kəsirsə, hansı nöqtədə kəsirsə, o birbaşa c-nin qiymətidir. c oldu buradan -3. İzahını da verdim. Deməli, grafikin y oxu kəsdiyindən istifadə elədi. İndi apsis oxunu kəsdiyi nöqtədən istifadə edəcəm. Apsisi kəsəndə demişdik ki, y0 olur. Bunlar da köklərdir. Yəni, funksiyanın sıfırları tənliyin kökləri deməkdir. Yəni, x1 -3'dür. x2 də 1'dir. Bu nöqtələrdə y 0'a çevrilir. Yəni, qrafik apsisi kəsdiyi nöqtələrdə y 0. Bu y-i 0'a bərabərləyəcəm. Olacaq kvadrat tənlik. Yəni bu y-i 0 eləyəndə olur ax kvadrat plus bx plus c. Bərabərdir 0 bu tərəfə yazdım. Viyetlə mən bunu yazacağım. Hər tərəfi a-ya bölürəm. Alar getdik. Aldı x kvadrat plus b bölünsün a x. Plus c bölünsün a. Bərabərdir 0. Viyet terimin düsturu x kvadrat plus px plus q bərabərdir 0. Nəyə görə mən a-ya böldüm? Çünki viyet terimində x kvadratın əmsalı 1 olur. Çevrilmiş kvadrat tənlikdə. Ona görə bu a getməlidir. İxtisar 1 qalsın. Köklərin cəmi x1 x2 bərabərdir. Cəmi mənfi p. x1 vur x2 də 1'dir bu. Q idi. İndi burada x1 vurulsun x2 bərabərdir. Həmin o p-nin yerində mənfi b böl a. Düsturda mənfidir. Burada da b böl a-dır. x1'i x2'ye vuranda q idi. Q-nun yerində c böl a durubdur. x1 ilə x2 budur, köklərdir. -3'ü vururam 1'ə bərabərdir. Mənfi b böl a. Bu mənfi neçə elədi? Onsuz da mənfini mənfiyə böləndə mənfilər gedəcəkdir. Qaldı 3 bərabərdir b böl a. Buradan da bunu çarpaz vuranda b bərabərdir 3a-ya. İndi anı buradan tapacağım. -3 vurulsun 1 bərabərdir. C-nin qiyməti buradan bayaq qeyd eləmişdim. C -3'dür. Gətirib bura -3 yazıram. Bu da a. Onsuz da yenə bu mənfilər gedəcək. Nə oldu? Çarpaz vurulanda 3a bərabərdir 3'ə. A oldu 1. A 1'dirsə bu b bərabərdir. Bu 1'dir də. Yəni 1'ə vuracağım. B neçə oldu? 3. Deməli a 1 oldu. B 3 oldu. Düz vurduqda -3 vurulsun 1. Mənfi b böl a. Çarpaz vurdu b3 adır. A 1'dirsə b3'dür. Bəli. B3'dür. C neçədir burada? C də -3 idi. Bunları toplayanda
Bir dəqiqə gözləyin, hardasa mexanik səhv getdi bu. Burada səhv gedib. Köklərin cəmidir bu. Köklərin cəmi x1 plus x2 bərabərdir mənfi b böl a. Kökün biri mənfi 3'dür, biri də 1'dir. Mənfini sürətə yazdım, mənfi b böl a. Bunu hesablayanda mənfi 2 bərabərdir mənfi b böl a. Çarpaz vurdum. Mənfi b bərabərdir mənfi 2a'ya, b də bərabərdir 2a. Anda 1 tapmışdım. Onda b bərabərdir 2'nin də bu 1'ə vuranda olur 2. b 2 oldu. Belə yazırıq bura. A 1 idi, plus b 2 idi, c də mənfi 3 idi. Yəni bu 3 elədi, bu da 3. Çıxanda da olur 0. Cavab oldu 0. Qarajda müəyyən sayda 2 təkərli velosipedlər və 3 təkərli motosikletlər var. Cəmi 12 nəqliyyat vasitəsi və 29 təkər var. Qarajda neçə velosiped var? Bu 2 təkərli olsun. Bunu x sayda götürürəm. Bu 3 təkərli olsun. Bunu da y sayda götürürəm. Deməli 2 təkərlilərlə 3 təkərlilər ikisi birlikdə cəmi 12 nəqliyyat edir. Onda x plus y bərabərdir 12'a. Sonradan bunların təkərləri sayı 29. Bu 2 təkərlidirsə 2'ni x'ə vururam. Bu da 3 təkərlidirsə 3'ü y'ə vururam. 29. Qarajda neçə velosiped var? Velosiped. 2 təkərli velosiped idi də 2 təkərli velosipedlər. X demişdim. Deməli x'i tapacağım. Onda mən y'yi islah eləməliyəm. Bu y mənfi 3'ə gəlməlidir. Onda mənfi 3'ə burada birinci təlinin hər tərəfi. Mənfi 3x çıxılsın. 3y bərabərdir mənfi 36 plus 2x plus 3y bərabərdir 29. Plus o demək ki, yenə tərəf-tərəfə toplayıram. Bunlar islah olunur. Bunları toplayanda mənfi x, bunları da toplayanda mənfi 7, x də bərabərdir 7. Deməli, velosiped təkərini soruşurdu, cavab 7. Motosikl soruşurdu, x'in qiymətini qoyub burada y tapanda bu 7'dirsə, bu da 5 olmalıdır da. Motosikl da 5 olur. Bizdən velosipedi soruşurdu, cavab oldu 7. 25. BC-ni verib 2. BC buradır. Yəni kiçik çevrənin radiusudur. Bu 2'dir. AD də 5'dir. AD də böyük çevrənin radiusudur. Burada 5'dir. CD də 10'dur. CD bax bu çevrə ilə bu D, yəni bu arada qalan məsafə 10'dur. Çevrələr arasındakı ən qısa məsafəni tapın. Ən qısa məsafə deyəndə bu çevrədən bu çevrəyə çəkilir. Yəni bax buradan bura çəkiləcək. Deməli nə edirik? Buradan buranı birləşdiririk. Baxın buradan buranı birləşdiririk, düz bucaqlı üç bucaq yaradırıq. Belə. Bunu biraz da böyüdək. Yəni bax bu böyük çevrənin mərkəzi ilə kiçik çevrənin mərkəzini birləşdirdik. Bu radiusdur. Buradan bura 2'dirsə burada 2'dir. Buradan bura 5'dirsə radiusdur. Burada 5'dir. Bu arada qalan hissəni soruşur bizdən. Bax bura qədər. Bax belə. Bu da oldu düz bucaqlı üç bucaq. Yəni baxın çəkdim şöyle kənarda. Bu 5. Buradan bura 2'dir. Buradan da bura 10 vermişdi. Neçə oldu? 12. Pifagora görə 12 5'dirsə katetlər. Hipotenuzda 13 olacaq da düzdür. Yəni bura 13'dür. Bitov. Burada bir x koyaq. Onda bura 2'dir. Burada 5'dir. 2 ilə 5'i topladım. O da plus x. Yəni bu hissə yoxdur. Hipotenuz. 2x plus 5'e bərabərdir. Buradan bura. Bax bura. Burada 2 idi. Bu hissəyə. Bax buradan bu çevrəyə qədər x koydum. Burada 5 idi. Bunda bu 2, bu da 5. 7 plus x. 7 plus x. 7 plus x. Fagora görə katetlər 12, 5-sə hipotenuz 13'dür. Onda 7 plus x-i də 13'ə bərabərləyəndə x neçə çıxır? 4. Bizdən də bax çevrələr arasındakı ən qısa məsafə, yəni buranı soruşurdu. Buna x demişdim. X-i də tapdım. 4. Cavab oldu 25-ci sualda. Cavab
Yok, buradan bura 144. Buradan bura 2'dir. ZD'ni də 10 verib 12'dir. Burada 5 idi. Burada 5 olacaq da bu 5'dir. Katetdə toxunan, radius toxunanı perpendikular kəsir. 5, 12, bura 13'dür. Bura 5'dir. Burada 2'dir. 2 ilə 5 toplayanda 7. 7 plus x. Bərabər də 13. 6 edir. Üzr istəyirəm. Deməli x oldu. Bu x idi. X bərabər də 6. Cavab oldu 6. Bak, bir hissənin uzunluğu oldu 6. Sağ olun.